Hər kəsi salamlayıram. Necəsiz qızlar? İnşallah hər kəs yaxşıdır. Yeni bir videoya başlayıram. Başlayıram dediyim, yəni videonu çəkmişəmsə sadəcə səs əlavə eləyəcəm. Neçə gündür video yoxdur deyə bilirəm ki, vloqlarımı gözləyən xanımlar var, izləyicilərim var. Çox sağ olun ki, belə yazırlar ki, vlog gəlsin. Çox sağ olun. Bir daha söyləyirəm. Mənim videolarımı belə gözləyirsiniz. Nə yaxşı ki varsınız. Və neçə gündür, öncədən söyləmişdim. Mən yola çıxıram. Bu Moskvadan. Sadəcə niyə Moskvadan? Moskva şəhəri o qədər gözəl bəzədilmişdi ki, çəkmədən dayana bilmədim. Yoxsa heç video çəkməyəcəkdim. Bir də gəlib evdə vlog çəkəcəkdim. Sadəcə oranın gözəlliklərini sizinlə bölüşmək üçün az belə qısa gördüyüm yerlərdən çəkdim. Sizin üçün də qısa bir videodur. Onsuz da 13 dəqiqəlik bir videodur. İndi də səs əlavə eləyirəm. Artıq evdəyəm. Yavaş danışıram. Belə səssiz çox. Çünki Leyla yatdığı otaqdan səs əlavə eləyirəm. Ona görə yavaş-yavaş danışıram. Hə qızlar, sabah bu videonu tezdən yükləməkdən ötürü gecə səs belə verirəm. Səsləndirirəm ki, sabah bunu yükləyim və gələn sabah yox, bir gün yəqin ki, başqa artıq ev vlogu gələcək. Ona görə bunu dedim. Çəkmişəm, əziyyət çək. Əslində bunu heç yükləmək istəmirdim. Sonra düşündüm ki, o qədər əziyyət çəkmişəm. Videoları çəkmişəm, qoy bölüşüm. Çox gözəl bəzədilmişdi Moskva, amma bir qar var idi qızlar, bir qar var idi. Videoda da çox görə bilərsiniz, ancaq qar təmizləyən yolda da yol təmizləyən işçiləri idi, traktorlar idi. Qarı təmizləməklə qutara bilmirdilər. Çatdırıb təmizləyib qutara bilmirdilər. O qədər qar yağmışdı. Moskvada qar çox idi. Bizdə də çoxdur. Gəldim ki, bizdə də. Biz gələn günü həmən gecəsi, gündüzü dayanmadan qar yağırdı. Moskvadakı hələ yolkalar, yeni il gözəllikləri də, çılçıraqları, heç nə yığışdırılmamışdı. Çox gözəl, parlaq, işıqlı küçələr hələ gündüz çəkmişəm. Bir də buraya baxın qızlar, keçmiş bizim filmlərdəki, cizgi filmlərindəki qəhrəmanlar hamısı bir nostaljiya şey var idi ki, orada hamısı orta yaşda, bizim yaşdakı xanımlar, kişilər hamısı video çəkirdi. O qədər gözəl, o balaca bir park kimi yer idi. Hamısı keçmişin oyuncaqları, yolka oyuncaqları, şüşə oyuncaqları olurdu. Belə cizgi filmi qəhrəmanları, bir də o göydən asılan belə bayraq kimilər, hamısı qabaqki köhnə atkritkalar idi qızlar. Yolkaların üstündə hamısı şüşə iqruşkalar, hamısı keçmişin, bizim Sovet vaxtımızın xatirə kimi. İnsan o qədər belə ki, ürəyim sanki keçmişə qayıtdım. Qısa hətta video çəkib yükləmişdim. Çox gözəl bəzədilmişdi. Bu balaca bir park kimi düzəltmişdi. Hamısı keçmiş şeylərlə. Hamısı əlində telefon, ancaq video çəkirdilər, ancaq şəkil çəkirdilər. Bu yolka uzun. Burada ki, qabaqlar biz belə bəzəyirdik. Axı qızlar, yadınızdadsa yolkaları belə kağızdan kəsirdi, yumru belə şeylər, nə bilim, atkritkalar, keçmişdə yeni il atkritkaları. Hamısı oradaydı, şüşə oyuncaqlar. Çox gözəl idi. Çox, o qədər dedikcə o park həqiqətən çox gəzməli, belə görməli. Belə, sonra yenə nə söyləyim sizə, 2 gün qaldı, 2 hətta 3 gün Moskvada, Kremldə biraz gəzdim.
Moskvanı gəzdik. Sonra əslində biz bir gün qalmalıydıq. Sonra bileti dəyişdi ki, bir gün, 2 gün şeylə qalaq, gəzək biraz. Gəldi. Həmən biz gələn günü də bir qar yağırdı samolyotda. Tam qorxa-qorxa ki, çox yağırdı. Belə samolyota minəndə həmişə istər-istəməz həyəcan olur da. Nə qədər uçsam da 2 aydan bir 2 samolyot, 3 samolyot dəyişib gəlsəm də, yəni hər minəndə o həyəcan olur, yəni olmur deyə bilmərəm, qorxu. Bəzən düşünürəm ki, hə nə olacaq? Ən rahat ölüm samolyotda heç xəbərin olmur. Bir də görsən partlayırsan, Allah göstərməsin. Gedirsən də ən rahat ölüm deyirəm o da, amma sevamlı qorxursan. Sonra da girdik Qumda, Moskvanın qum mağazini. Qum. Qı-o-mu, yəni. Ora girdik, oranı gəzdik biraz. Ondan sonra nə bilim belə gəzməli yerləri gəzdik. Sonra getdik, çörək yedik. Belə, yəni mən də sizi unutmadım. Vallahi hər dəqiqə düşünürəm ki, biraz video çəkim, yükləyim. Biraz gözəl yerləri görəndə video çəkim, yükləyim deyirəm. Unutmuram izləyicilərimi. Hər zaman fikrimdəsiz. Buraya girdim kızlar, Vkusvil deyirlər, Vkusvildə bir dənə belə, mən həmişə bundan alıram. Bir dənə belə smuzi alın. Deyən bu nəylə? Kivi, ananas. 165. Sonra annesi bir dənə də bir şey istəyirdim burada. Oturdum kızlar, biraz dedim dincəlim. Yoldaşım getdi o bir mağazində şey almıştı, Leyla paltar almıştı. O orada kalmıştı. Özümüzlə gəzdirməmək üçün. Onu dedi, mən götürüm, qar çox idi. Yerimək çətindir. Ben dedim burada gözləyərəm. O getdi, onu götürəcək. Mən də bunu içdim. Çox dadlı, xoşuma gəlir bu. Bilmirəm, saxar qatırlar, qatmırlar, şirin olur, düzdür. Belə kivi, ananas. Без добавок сахара. Без добавления сахара yazılı bu yəqin. 165 adet. Abiyom 250 mililitre. Elcək götürməmişdim. Ellerim üşüyür diye belə elcək aldım. 1000 rublə. Belə isti saxlayır ki, belə barışqa aldım. Mən də kojanı nömrədə qaldı. Bunu aldım ki, elim üşüməsin. Belə oturmuşam, gözləyirəm. İndi yeməyə yeməyə getməliyik. Bir də çox izləyici əvvəl də mənə sual vermişdi ki, Türkiyə yoxsa Rusiya, yaxud yorulmursuzmu gedib gəlmək yollardan. Rusiya neçə illərdir yaşayıram, elə bilirəm həqqimə daha yaxın gəlir də. Çünki çoxdan neçə 20 ildir mən burada yaşayıram. Amma Türkiyəyə də öz vətənim kimi bilirəm. Nə qədər vətənim kimi bilsəm də, amma Rusiyada özümü daha belə şey hiss eləyirəm. Elə bil daha yaxın kimi hiss eləyirəm. Amma yaşamaq üçün mən artıq nə Rusiyanı istəmirəm, nə Türkiyəni, ancaq Azərbaycanı istəyirəm. Artıq heç yaranı istəmirəm, yəni sadəcə Azərbaycanı istəyirəm.
Belə də götürəndə qızlar, İstanbulda mən gələndə 14 dərəcə isti idi. Gəldim bura 15-20 dərəcə maroz. Yəni haranı seçmək olar? Çox soyuğu yoxsa oranın havaya görə mən əlbəttə ki, Türkiyə belə iqliminə görə, havasına görə, ondan təmiz deyəndə orada daha çox meyvədir, ondan bazarda da belə tərəvəz, meyvə, göyərti çox olur. Rusiyada yaşayanlar bilir də, biz nə bir balaca, bir damcı dəstə kişniş olsun, ya heç kişniş çox olmur. Şüyüd olsun, nə bahalığını alırıq. Amma orada gedirsən, bazardan bir sumka göyərti alırsan, ucuz olur. Elə şeylərə görə də ora, düzdür, orada da bu dəqiqə, yəni Türkiyədə artıq yaşamaq çox bahalıdır. Əvvəl idi ki, hər kəs ora qaçırdı ki, yaşamaq da şeydir. Produkt ucuzdur, paltar ucuzdur, hər şey ucuz idi. İndi orada yaşamaq çox bahalıdır. Çətindir həqiqətən də. Yəni hər şey qalxıb, ətin kilosu orada, burada 1 kilo ət almağına orada 3 kilo ət almağına burada 1 kilo ət alırsan. Yəni təsəvvür elə, o qədər bahadır ət. Ondan sonra benzindir. Yəni çox şeylər orada bahadır, amma meyvə tərəvəz orada həm dediyim kimi sveji belə təzədir. Əlbəttə ki, qışın günündə indi nə qədər təzə olsa da parniklərdə yetişdirilmişlərdir. Yenə də yaxşıdır da, buradan, Rusiyadan yaxşıdır. Necə Azərbaycanda yaşayanlar bilir də, göyərti hər zaman ilin 4 fəslində göyərti almaq rahatdır, amma Rusiyada elə deyil. Nəysə, videomun deyəsən sonuna gəlirik. Mən də burada sağollaşım sizlə. Baxdığınız üçün də çox-çox təşəkkür eləyirəm. Yaxşı ki, varsınız. Sizin o gözəl yorumlarınızı oxuyanda o qədər belə şey oluram ki, xoşuma gəlir. Yəni SMS yorumları, rəyləri oxumaq çox xoşuma gəlir. Gözləyirəm yorumları, bir qısa da olsa bir kommentariya yazmağı, like qoymağı unutmayın. Bir də abunə deyilsə abunə olmağı. Sabah da bu video, bugün sabah yükləyəcəm və yəni sabahsı gündə ev vlogu gələcək. Özdə Leyla ilə qaçırmayın, yəni izləmədə olun. Sağ olun qızlar. Gələn videolarda Allahın izni ilə görüşmək ümidi ilə ayrılırıq.